Günde 3 vakit namaz kılmak günah mıdır? Günde 3 vakit namaz diye bir şey yok. Efendim ama Kur'an-ı Kerim'den 3 vakit mi 4 vakit çıkar. Doğru değil bunlar. Hepsi uyduruk şeylerdir bunlar. 3 dəfə qılırıq nə mənada? Yəni zöhrü qılıb əsri zöhrə birləşdirmirik ki, bir dəfə niyyət edəmirik ki, zöhr əsr qılırıq 8 rükət. Yox. Zöhrü qıldıq, qutardıq. Müəyyən qədər duamızı edirik ki, o qalxırıq əsri qılmağa. Yaxud şamdan sonra xiftəni qılmağa. Peyğəmbər də belə qılıb. Peyğəmbər özü belə qılıb. Səhih Müslimdə hədisdir. 49-cu hədisdir 1-ci cilddə. Orada deyir ki, Peyğəmbər fi qeyri xofin və la safarin. Nə səfərdə idi, nə bir maniyə var idi, amma Peyğəmbər zöhrü qıldı, arasını əsri qıldı. Ya şamı qıldı, xiftəni qıldı. Aydındır. Ona görə zöhrdən sonra əsri qılmaq olar. Şam namazından sonra xiftəni qılmaq olar. Bu həm əhl-i sünnə qardaşlarımızın mənbəsində var, həm də Şiə məzhəbində də baxsız bu məsələ var. Ona görə bu belə ciddi bir aramızda bir ayrılıq deyil. Ona görə bir müşkül də yoxdur bizim aramızda.